Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə Azərbaycan 4-cü sinif Azərbaycan iş dəftərindən səhifə 44 və 45-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. İlk tapşırığında deyir ki, supersi mövcuddur mənbətinə əsasən cümlələri tamamla. 1. İngilislər superlərinə mermaid, ruslar isə rusalka deyirlər. 2. Christopher Columb onların çox çirkin olduqlarını qeyd edir. 3. İngilis dənizçisi Henry Hudson gündəliyində superlərinin hamar, ağ dərisi və qara saçları olduğunu qeyd etmişdi. 4. Dənizçilərin superləri adlandırdıqları varlıq dəniz inəkləri idi. 5. Dəniz inəklərinin başlarına dolaşan yosunlar superlərinin uzun saçlı olduğunu düşüncəsini yaradırdı. B. Fikirlərin hansı mətnə aid olduğunu müəyyən et. Supersinə S qoyacağıq, supersi mövcuddura SM qoyacağıq. 1. Mətndə superlər haqqında danışılır. Bu supersi mətnə aiddir. 2. Superlər haqqında elmi mülahizələr verilir. Bu supersi mövcuddurmu mətninə? 3. Superlər şəxsləndirilir. Bu supersinə. 4. Superlərin görünüşü haqqında məlumat verilir. Supersi mövcuddurmu? 5. Superlər haqqında informativ mətndir. Supersi mövcuddurmu? 6. Superləri batmaq təhlükəsi ilə üzləşən insanları xilas edirlər. Bu supersi mətnə aiddir. 3. Kriptoqramı həll et. Sözləri tap. 1. Qoçaqlıq göstərən cəsur qoçaq. İgid. 2. Xəfif yel, yüngül, sakit külək, meh. 3. Hərbi hissə başçısı komandir. 4. Yaşıllığı olan istirahət yeri park. A. Kiçik supersi nağılının baş qəhrəmanının heykəli qoyulduğu ölkənin adı. Deməli və burada olan hərfləri birləşdirdik, əldə etdik Danimarka adını. B. Heykəlin yerləşdiyi şəhərin adını bunları birləşdirdik, əldə etdik Kopenhagen adını. Keçək səhifə 45-ə. 3 tapşırığında deyir ki, verilmiş fikirləri cədvəl üzrə qruplaşdır. A. Kitab haqqında rəy yazmaq. Bu oxudan sonradır. B. Diqqəti cəlb edən fikirləri qeyd etmək. Bu oxu zamanıdır. C. Kitabın annotasiyası ilə tanış olmaq. Bu oxudan əvvəldir. C. Kitabın və müəllifin adının yüz qabığına diqqət etmək. Bu oxudan əvvəldir. D. Mən bu kitabı nə üçün oxumalıyam deyə düşünmək. Bu da oxudan əvvəldir. E. Tanış olmayan sözlərin mənasını araşdırmaq. Bunu həm oxu zamanı, həm də oxudan sonra etmək olar. Daha yaxşı olar oxu zamanı eləyəsiniz. Çünki oxu zamanı başa düşəsiniz ki, siz nə oxuyursunuz. Amma oxudan sonra da etmək olar. Siz oxu zamanı yazsaz daha əlverişli olar. Və oxuduğun sonuncu kitabı istinad edərək cədvəli tamamla. Burada səhv yazılıb, kiatbu yazılıb. Əslində kitab olmalıydı. Kitabın adı Poçt qutusu. Müəllif haqqında məlumat. Yəni, mən axırıncı bu əsəri, kitabı oxumuşam. Ona görə də bu kitab haqqında yazmışam. Siz hansı kitab haqqında yazmışsınızsa, o kitaba istinad etməklə yazın. Müəllif haqqında məlumat. Müəllifi Mirzə Cəlil Yusifzadədir. O, böyük Azərbaycan yazıcısı və Molla Nəsrəddin jurnalının yaradıcısıdır. Qısa məzmunu. Hekayə kənddə yaşayan, savadsız və sadəlöv bir adam olan Vəli haqqındadır. Vəli şəhərdən kəndə gətirilən poçt qutusunun nə olduğunu bilmir və onu qəribə bir əşya sanır. O, poçt qutusunun sirrini anlamağa çalışır və bu zaman gülməli hadisələr baş verir. Əsər savadsızlığı nəticələrini göstərir. Kitab haqqında fikirlərim. Bu kitab çox gülməli və eyni zamanda çox düşündürücüdür. Vəlinin poçt qutusu ilə bağlı etdiyi səhvlər məni güldürür.
Əsər mənə öyrədir ki, savadsız olmaq nə qədər çətin bir şeydir və yeni biliklər əldə etmək hər zaman vacibdir. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.